Qardaş, bir də icazə evlərsiniz qardaş. Bəşdir. Sual var mı? Qardaş, ilk öncə sizin yaxşı oğlanlar haqqında fikirlərinizi öyrənmək istəyirdik. Belə yaxşı oğlan şirəvdə özünə yaxşı oğlan deməlidir. Qardaş da ona yaxşı oğlan desin. Özünü yaxşı aparsın, qardaşlar ona yaxşıdır. Belə həmən belə fikirləşəm, ümumiyyətlə belə olmaz. Bir də bugün yaxşı oğlanlardan Qulun ad günündə, o hansı ki İqtisad Universiteti Balogeniyasına baxır. Belə qardaş, Qulunu da tanıyıram, özü yaxşı oğlandır belə. Məndən balacadır, özünə hörmət edən oğlandır. Biz də balaca olduğu üçün biz ona hörmət edirik, sən də yaxşı oğlanlar da belədir. Belə qardaş, təbrik edirəm onu, böyük oğlan olsun, neçə belə illərə, belə. Başqa sualınız yoxdur sənin. Çox sağ olun. Sənə bir daha təbrik edirəm belə ciddi şəkildə. Sənə bir dənə duzsuz səviyyəsiz düşüb bir dənə video hazırlamağa çalışdıq. Amma çox əziyyət çəkdik. Həqiqətən bir neçə dəfə sahib yıxıldı elədi orada, indi belə. İnşallah bəyənərsən də onu. Duxun nədir, bəyənməyəsən. Orada sahib təbrik edə bilmirsən. Bir dənəsini də çəkək, sahib səni təbrik eləsin. Ula, sənə təbrik edirəm. Uzun ömür can sağlığı, xoşbaxtlıq arzulayıram. Ailə səadəti, gələcəkdə... Evli deyil. Bə nəysə də evlənəcək də, bir görmürsən. Qarışdırma. Yaxşı, nəysə, gizləməyək. Qulu. Qulu, nəysə də uzun sözü qısası sağ ol da. Yəni, yaxşı varsan, yaxşı dostumuzsan, öpürük, bağrımıza basırıq. Çox sağ ol. Sağ ol.